Hamına salam əziz dostlar, mikrofonda Bəbirov İsmaildir. Bugün mən sizə tutorial çəkəcəm. Necə Hello Neighbor-da artıq biri keçmək lazımdır. Gəlin başladaq. Hə əziz dostlar, oyunumuz başlandı. Oyunumuz başlananda süjet videosundan sonra biz bu topun dalınca getməliydik. Və bu hardasa bu bizim də qonşumuzun evidir və biz onun evinin lağına qədər çatmalıyıq. Sonra isə təzədən süjet videosu başlayacaq. Bu isə süjet videosudur. O bitəndən sonra bizi bu tutacaq və oyunumuz başlayacaq. Hə əziz dostlar, oyunumuz başlandı və biz burada spawn olduq. Əvvəlcə biz gedirik zibil qabı və zibil qabının başını götürürük, qapağını götürürük və qonşumuzun teritoriyasına gedirik. Sol tərəfdə belə bir skaf görəcəksiniz və onun üstünə çıxırıq. Üstünə çıxandan sonra zibil vedrəsini götürürük və bura qoyuruq. Sonra isə o zibil vedrəsinin üstünə atlanıb evin başına atlanırıq, damına atlanırıq. Sonra isə bu tərəf, ən qırağına gedirik və sürət alaraq atlanırıq bura. Sonra isə atlanırıq bura. Bir damcı arxada gedirik. Sonra isə əlimizə zibil qabının qapağını götürürük. Sonra isə bu şüşəni ondan qırmalıyıq. Bu düymələ basıb saxlayırıq və şüşəni qırdıq. Evin içinə gedirik. Siz belə gül görəcəksiniz, güldan görəcəksiniz, gül görəcəksiniz. Belə bir şəkil görəcəksiniz də və biz o şəkili götürürük və harasa atırıq. Harasa atırıq. O şəklin də arxasında bir belə otaqdır. Bu qapı da açılmır. Giririk onun içinə. Və onun içinə gidirik. Sonra isə bu qapını açmalıyıq biz. Sonra isə biz bu qapını açırıq ki, biz asan girək də. Çünki buradan girmək bir damcı çətindir. Burada belə atlanandan sonra, qapını da açandan sonra siz sağ tərəfə getməlisiniz. Orada görəcəksiniz ki, bir qırmızı rəngdə açar asılıb. Onu götürün. Sonra isə qapıdan çıxırıq, pəncərədən çölə gedirik. Pəncərədən çıxıb çölə gedəndə qonşumuzun dalımızca gəlir. O bu həddən keçə bilmir də. O həddən keçə bilmir. O sizin dalınızca gəlsə siz bura keçə bilərsiniz. O yolu keçə bilməz də. Onun teritoriyası deyil. Açarı götürəndən sonra çıxırıq çölə və bu masanın yanına gedirik. O masanın arxasını açırıq. Bu açar bizə daha lazım olmayacaq. Masanı açandan sonra onun içində bir maqnit olacaq. Onu götürürük. Sonra isə evin arxasına getməliyik. Sonra isə evin arxasına gedirik. Evin arxasında siz belə bir deşik görəcəksiniz və atlanaraq maqnitə basmaq lazımdır. Atlandıq maqnitə basdıq. Bu bizə lazım olmayacaq. Ona görə də bu düymələ basıb onu atdıq. Təzədən loxlarıq. Və biz belə açar və maqnitlə biz bu deşikdən bir belə açar tapmalıyıq. Götürməliyik. Bizə bu lazımdır. Nə oldu buna? Nəsə qəribə səs gəldi. Fikir verməliyik buna. Əziz dostlar, maqnitlə götürəndən sonra maqnitlə götürəndən sonra biz belə açar götürdük və qaldırdıq bura. Və biz bu açıq pəncərədən girməliyik. Sonra isə sola dönürük və biz bu qapının yanına gəldik. Pəncərədən belə çıxdıq. Gəldik bu qapının yanına. Qıfılı açırıq. Qapını da açırıq, gedirik içəri. Sağ tərəfdə siz belə narıncı rəngdə bir belə açar görəcəksiniz. Onu götürürük və düz gedirik, sola dönürük, düz gedirik, sağa dönürük, düz gedirik və sağa. Və çölə çıxırıq.
Həmin o deşinin yanına gedirik əziz dostlar. Onun yanında belə bir şey var. Gedirik, onun yanına gəldik və bu düymənə basaraq qıfılı açırıq. Sonra isə qalxırıq yuxarı və sağa baxırıq. Bu taxtanın üstündən gedirik və içəri atlanırıq və içinə atlanırıq. İçinə atlandıq və hansısa bir əsra və siz qapını açandan sonra bu qıfılı açsaq, başqa əsrarla da götürüb səni qıra bilərsiniz. Və nəsə səni qılmaq lazımdır. Siz da buradakı əsrarla da mənim əlimdəki olan bu açarla da qıra bilərsiniz səni. Hansısa bir əsrarla bu səni qırırsınız. Sonra isə sağa baxırıq, aşağı baxırıq. Burada bu stolun üstündə belə qırmızı açar var. O bizə ən vacib bir şeydir. Və çıxırıq çölə. Evin qapısına gedirik. Ayda görəsən hardadır o bizi tutmasın. Ayda buradadır. Qaçaq bizi tutmasın o. Əziz dostlar, indi gözəl bu geçsin harasa. Və biz evin əsas qapısına getməliyik. Evin içinə getməliyik. Amma qoy bu geçsin. Nəsə başqa otağa, ayda televizor olan otağa getdi. Gəlin gedək. Giyirik içəri, sağa baxırıq, gedirik. Burada belə şey görəcəksiniz, qıfılını açırıq və giyirik içəri. O qapını da açıb içəri gedirik. Sonra isə aşağı baxırıq, pilləkənlə gedirik. Paltar olan masanın qapısını açırıq. Giyirik içinə. Burada belə qapı var, onu da açırıq. Giyirik içəri, sağa baxırıq. Orada belə bir şəkil var. Gedirik, atlanırıq üstünə. Bu şəkil düşür və sola baxırıq, düz gedirik. Sağda bir belə düymə var, basırıq ona və giyirik. Sağa baxırıq, görürük ki, burada bir televizor var. Onu götürürük və düz gedirik. Televizoru götürüb düz gedirik. Düz gedirik, sonra isə sola dönürük. Təzədən düz gedirik və sağa dönürük. Və düz gedirik. Burada bu taxta adamın yanında belə düymə var. Basırıq ona. Qapı açılır, giyirik içəri. Sola baxırıq, burada bir stul var. Onu götürürük, qapını aça bilirik. Və burada və kirpiçlərlə belə bir cival var. Öz bədənimizlə onu asanca qıra bilərik. Sonra isə yaxınlaşırıq bu elektrik şişənin yanına. İndi qolaqsı görsənsin. Bu elektrik şişənin yanına yaxınlaşırıq. Nədir bu? Bu elektrik şişənin yanına yaxınlaşırıq. Televizoru qoyuruq onun yanına. Televizorun üstünə atlanırıq və bunun üstünə atlanırıq. Ay, bir damcı daxın qonum bunu mən. Ay, səhv düymələ basdım. Televizoru qoyuruq bura. Ay, daha da uçursan sən. Televizoru qoyuruq bura. Atlandıq üstünə. Sonra isə bu elektrik şeyinin üstünə atlanırıq və bu zaboru keçirik. Burada siz, əziz dostlar, bir generator görəcəksiniz. Ona yaxınlaşırıq. Bu ağ oxu gətiririk qırmızı düymələrə və ekrana basırıq. Təbrik edirəm, siz indi elektriki bu qapıda göndərdiniz, exit qapısına və biz indi çıxa bilərik. Gedirik bura. Bu əsrananın üstdən çıxaraq, sonra isə bu stolun üstdən çıxırıq və buradan atlanırıq. Eyni yerdə qalıdırıq, sola baxırıq, eyni yerdə qalıdırıq. Sonra
elektrik bizim generatoru açdıq. Ona görə də elektrik gəldi bura və biz indi qapını aça bilərik. Elektrik verməsə aça bilməzdik amma. Qapını açdıq. Ay, nə oldu buna? Üzüldürsən əziz dostlar. Məndə nəsə belə bug olmuşdu ondan. Ona təzədən girdim, təzədən hər şeyi elədim. İndi isə qapını açmaq olur. Sonra isə əziz dostlar, bu etirazımız otağa giririk. Otağa giririk və arxada görürük ki, bizə qonşu gəlir. Və qorxmuruq, sağa dönürük, düz gedirik, sola dönürük, sağa, təzədən sağa, sola. Biz tam getməlidir və o bizi tutmalıdır. O bizi tutandan sonra onun birinci aktı keçmiş olur. Beləliklə əziz dostlar, videonun belə oldu. Bugün isə tutorial çəkdim. Necə birinci akt biri keçmək lazımdır. Videonun belə oldu əziz dostlar. Like olub abunə olmağı unutmayın. Sağ olun əziz dostlar.